Klinik tibbi mərkəzin direktoru Könül Ələkbərov vəzifəsindən azad edilib. Gəncə xəbər az məlumat verir ki, bu barədə məlumatı tanınmış həkim Bakı Postaza açıqlayıb. O bildirib ki, bugün təbibə dəvət olunaraq ərizə salınıb. Həkim bundan sonra pedaqoji fəaliyyətlə məşğul olmaq istədiyini deyib. Əməkdar həkiməm, Azərbaycan Tibb Universitetində tədris olunan təcili tibb kitabının müəllifiyəm. Ola bilər ki, universitetdə müəllim işləyim, yaxud hansısa özəl xəstəxanada həkim kimi fəaliyyət göstərim. Xatırladaq ki, Könül Ələkbərov ixtisasca anestezioloq, reanimatoloqdur. O 2017-ci ildə icbari tibbi sığorta ilə bağlı Mingəçevirdə həyata keçirilən pilot layihənin daha sonra işçi qrupunun rəhbəri olub. 2021-ci ildən etibarən isə kliniki tibbi mərkəzin direktoru vəzifəsində çalışırdı. Qeyd edək ki, Könül Fidailoğlu Ələkbərov 13 avqust 1967-ci ildə Azərbaycan Respublikası Gəncə şəhərində ziyalı ailəsində anadan olub. 1973-1984-cü illərdə Gəncə şəhər Nəriman Nərimanov adına 25 saylı orta məktəbdə təhsil alıb. 1993-cü ildə Azərbaycan Tibb Universitetinin Müalicə Profilaktika fakültəsini bitirib. 1993-1994-cü illərdə Semaşq adına bir saylı klinik xəstəxananın toksikologiya şöbəsində həkim anestezioloq, reanimatoloq, 1995-1999-cu illərdə Gəncə şəhər təcili tibbi yardım xəstəxanasının reanimasiya şöbəsində həkim anestezioloq, reanimatoloq, 1999-2002-ci illərdə Rusiya Federasiyası Prezidentinin İşlər İdarəsinin Tibb Mərkəzinin Anesteziologiya Reanimasiya kafedrasında klinik ordinator, 2002-2015-ci illərdə Gəncə şəhər təcili tibbi yardım xidmətinin reanimasiya şöbəsinin müdiri, 2015-2016-cı illərdə Gəncə Beynəlxalq Xəstəxanasında həkim anestezioloq, reanimatoloq işləyib. 2017-2021-ci illərdə icbari tibbi sığorta üzrə Dövlət Agentliyinin Mingəçevir şəhər xəstəxanası publik hüquqi şəxsin direktoru işləyib. 2008-ci ildə Azərbaycan Respublikasının Prezidentinin fərmanı ilə əməkdar həkim fəxri adı alıb. 2020-ci ildə Azərbaycanda səhiyyə sahəsində səmərəli fəaliyyətinə görə tərəqqi medalı ilə təltif olunub.